gördü və mən onun hönkürtüsünə ağlamağına görə dedim, sən bunu istəyirdin. Dedi, istəmişdim, Allahdan istəmişdim, sən nə demək istədin? Yəni, özün eləyəsən. Həmişə nənə bir sözdür, bax, gəncəyə gələn təzə düşən vaxtı, biz əmin nəvəsiyik yoldaşımla. Yəni, nənəmin qaynının nəvəsi düşür da. Gedəndə mənə dedi ki, necə deyib belə deyəcəm? Dedi, İmran qədəsi var. Dedim, nə oldu? Dedi ki, anasına bax, gör yaxşıdırsa onu ərə get. Mən təbii ilə mən özüm deməliyəm ki, dedim, bəsdir, mən buradan ora oxulağa getmişəm. İnanın, yəni ağlımın ucundan belə keçməz. Mən buradan oxulağa getmişəm, sən yenə planın evləndirməkdir. İmkan verir, dedi, sənə bir sözdür deyirəm, anasına bax. Əgər ana yerində qadındırsa, onun oğluna gedə bilərsən. Və doğrudan da mən seanslar keçəndə, mən qadınlar görəndə və oğlanların həyatında anaların rolunu görəndə gördüm ki, rəhmətlik nənə nəyi nəzərdə tutulmuş. Doğrudan da bir oğlanı kişi olaraq kişi yetişdirmir. Ata yetişdirmir, ana yetişdirir. Onun yanaşmasıdır, onun ağıllılığıdır, onun səhvədidir. Yəni, mən həyat yoldaşım üçün həmişə onun anasına təşəkkür edirəm. Ümumiyyətlə ailəsinə təşəkkür edirəm. Hamının rolu var. Pisi ilə, yaxşısı ilə hamı ora öz belə deyim də xəmirinə atıb duzunlar. Amma bizdə də mən evdə məni görənlər bilir ki, doğrudan da evə belə deyim, hegemonluğu daşıyan deyiləm. Çünki o yüklərimlə zamanla belə deyim, kənarlaşmaq istəmişəm. Çünki onun özü bir yorucudur. Və bu da elə belə gəlməyib. O da bizim dərsimizdir, anamızdan gələndə. Mən uşaq idim, anam həmişə deyirdi ki, atamcıq, ət ala bilmir, əti mən yaxşı alıram. O mən qulağımda həmişə sırğadır. Və atamın heç vaxt böyüdükdən sonra evə ət alıb, nə də bazarlıq elədiyini görmədik. Çünki anam yaxşı bazarlıq edirəm. Bir gün gördüm ki, qışdı, bizdə də əvvəl bir qəssab var idi, elə bunda növbiyə dururlar. Niyə dururlar bilmirəm hələ də. Onun yanında, bəlkə də az imiş deyə. Atamla anam qapıdan eyni çıxdı, atam sağa getdi çayçıya, anam sola getdi, yaxşı ət almağa da, ora. O atel zaxda götürüldülər, o çırpda dururlar, əməl başlayır. Baxdım, doğrudan da üzüntü gəldi içimə mənim. Getdi o isti yerdə çayçıya, nərdə oynayacaq, dostlarla danışıb biləcək, neysə, anam ət aldı, gəldi. Yəni, soyuqdan donmuş, amma fəxr eləmiş ki, yaxşı ət almışam, amma ətin bu boytasında yemirdi. Atam da gəlirdi, əti yaxşı görürdü, yeməyi qəşəngli bişirdi və orada-burada belə baxırdı ki, görüm kimlə oturub yeyib içə bilər də, yəni qəşəng kampaniya keçirsin. Və mən onda baxdım ki, mən qəssab qalanında qalmaq istəmirəm. Mən əgər o şeyi görməsəydim, bəli, həyatımda mənim, onu hamı bilir, şəxsi həyatımda, ailəmdə özümün öz yerim var, əziyyət çəkdiyim məqamlar var. Ailəmdə bəlkə də ən çox yenə də yük mənə düşür. Amma mən o dərslərimi almasaydım, indi 5 qat artıq yüklənmiş adam olardım. O tərəflərini də götürərdim. Amma mən bir neçə müddət sümük yeməyə hazır olmuşam. Ətin sümüklü tərəfini çox. Onu o qədər altdan almışam ki, çünki mən yumuşaq əti özü alan qadın olmaq istəmədim. Mən evdə dedim, yoldaşım ət alıb gətirən vaxt utanırdı, deyək ki, bunu sümüklü qoymuşsam da. Evdə narazılıq səbəb olanda deyirdim ki, mən bir müddət sümük yiyərəm. Siz səssiz durun. Bir gün o yumuşaq tikanı ala biləcək. Amma indidən irad bildirsək, ət keçəcək mənim öhdəmə. Gəlin, ona ət almaz, biz zamanla. Ev yox, bozbaş bişirəcəm. Boş bişirəcəm, bişirməyəcəm dolma. Deyəcək, niyə dolma yoxdur? Deyəcəm, bir dəfə də belə alarsan, onu bişirək. Zamanla olacaq bunun hamısı. Və bir də ki, şəxsi nümunəmiz yaxşı olsun deyə biz çəki düzən verməliyik. Mən övladlarımın qabağında hədsiz məsuliyyətli insanım. Onların qabağında utanmamaqdan həmişə belə deyim də, düşünmüşəm ki, utanmayım. Ona görə çəki düzən verməliyik. İşte gəncliyimdən ümumiyyətlə məndə budur ki, qarşısına çıxanda utanmadan özünüz haqqında nəsə deyə. Uşaqlar o qədər, belə deyim, gözünün ucu ilə da bizə baxır. Yanaşmalarımızı o qədər belə şeylə duyurlar. Biz elə bilirik ki, bilmirlər. Mən əgər 4 yaşında, 5 yaşında atamla anamı müşahidə edib, onların lazım olanlarını görürdümsə, hətta lazım olmayanlarını görürdümsə, mənə nə qədər mənfə, müsbət, belə deyim, pay verirsə, bizim uşaqlarımıza verəcək. Onun üçün missiyamız o deyil. Huzurlu yaşamaq. Bunun hamısı da iddiasız olmaqdan irəli gəlir. Arzularımız da olmalıdır, istəklərimiz də olmalıdır. Amma qarşımızdakı adam savaş meydanımız deyil. Biz bəzən onlarla eyni cəbhədə olduğumuzu düşünmürük. Elə bilin ki, qarşı-qarşıya cəbhədəyik. Qarşı cəbhədə olan avtomatik bir-birinə silahlaşacaqdır, mütləqdir. Ya biz onun cəbhəsinə keçəcəyik, ya o bizim cəbhəmizə. Uduzmaq olar ailədə, keçin onun cəbhəsinə. İnanın ki, bu ən gözəl məğlubiyyətdir. Çünki biz olacaqsınız axırda. O sənin adındır. Hər kəs düşünsün. Ümumiyyətlə, bəzən deyirlər, mən əyilmərəm. Ailəyə əyilmir insan.
Heç vaxt nə qadın, nə kişiyə, bəli, ailəyə əyilməyin özü bir qazancdır. Onunla bərabərləşməkdir. Mən bir həkim pasiyentim vardı. Bir müddət sonradan gəldi. Gələndə kişi pasiyent idi. Dedi, bir sual vermək üçün gəlmişəm. Dedim, nədir? Dedi ki, Taciə xan, evdə qadının sözü keçməlidir, yoxsa kişinin? Dedim, yaxşı, siz sualınızı saxlayın, mən sizə sualdan müraciət edeyim. Düşünün ki, sizə qonaq gəlmişəm. Çox qəşəng bir divanınız var. Nə deyəcəm, divanınız nə qəşəngdir. Mənim üçün maraqlı olacaq, onu qadın seçib, onu sənin başına neçə dəfə taqqılda verməyib, pulu sən vermirsən, kreditə götürmüsən, neynəmirsən, divanınız deyəcəm də. O divan sizin ikinizin də seçiminiz kimi olacaq. Ailənizin əşyasıdır, ailənizdə gözəl görsənir. Onun üçün nə mənası var burada kimin sözü keçdi? Bizim sözümüz cəmiyyəti qəşəng keçməkdən ötürü o evdə o savaşları verə bilərik. Heç kim görmür bizi. Mən təkcə bunu həyat yoldaşımdan deyil, ailənin bütün üzvləri ilə beləyəm. Deyirəm, bizim bu dəqiqəki müzakirəmizi heç kim görmür. Amma nəticəmizi hamı görəcək. Lazımdırsa dalaşaq, lazımdırsa incidək bir-birimizi. Amma nəticəmiz gözəl olsun. Yəni, indiki qaşqabağımızı, otağa çəkilən, kim narazılıqla otaqlara çəkilirsə, misal üçün sifət eləmiş şəkildə dəfələrlə deyirəm, qaşqabaq töksəz də biz bu müzakirəyə bir də gəlib nəticə götürməliyik. Küsmək olmaz. Küsmək yetkinlik deyil. Küsmək, yəni özünə çəkilməkdir, nə bilim, inciməkdir. Yetkin adamın tavrı da olar, münasibətlə bəsləyər, sözünü də deyər. O şıltaqlıq küsməyini nəzərdə tutmuram, o uşaqlıq içimizdə qalmalıdır. Amma nəticəyə gedən yolda özünüz ayaqda durmalısınız. Küsən qadın heç vaxt uğur qazanır. İnsan küsəndə həmişə itirir. Həmişə itirir. Mən küsən adamın qazandığını görmüşəm. Məqsədinə çata bilmir. Elə